Kimdir? Yaxşı marşlar işte. Salam aleyküm, mənim bütün Azərbaycan millətim, Azərbaycan xalqımdır. Fərqi yoxdur, harada yaşayırlar, yaşasınlar. Yəni bizim xalqımızın dini bir, adəti bir, ənənəsi bir və birliyi bir. Xalqımızın böyüklüyü də ondadır ki, böyüyə həmişə hörməti olur. Çox təəssüf hiss eləyirəm ki, bugünkü gündə bizim millət vəkili adı ilə Aslan müəllimə deyilən bir şəxsin, yəni Aslanın erkəyi dişisi olmaz və bugün biz bildik ki, doğrudan da Aslanın dişisindən erkəyi olar, amma erkəyindən dişi olarmış. Bu da bizim Aslan müəllimənin Azərbaycan xalqının qeyri ölkələrdə, respublikalarda keçmiş Sovetlər İttifaqının respublikada yerləşmiş Azərbaycan xalqına müraciəti və onların adxod olmalıdır. Mən çox təəssüf hiss eləyirəm ki, bizim doğrudan da bugünkü gündə çiyin-çiyinə millət vəkillərinin yanında belə şərəfsiz, əxlaqsız, gözünlə görən, öz ailəsini gözünlə görən və götürən və onu həyata keçirib özünün vəkillik mandatını alan bir şəxsiyyət öz milləti haqqında belə təkrarlı sözlər deyir. Mən bütün Dnepropetrovsk'un bugünkü gündə təşkil olunmuş Milli Kongresi, Milli Apşinası var və öz adət ənələrini və bütün xalqların arasında dostluq naminə öz addımlarını atır və bugünkü gündə mən üzümü tuturam Mehriban Əliyevaya, ya bütün Azərbaycanın bütün regionlarında onun dəstəklədiyi və onun həmrəy olduğu, həmrəyliyə çağırdığı bütün millətini bugünkü gündə adxod adlandırılmağı eyni zamanda prezident aparatına və onun ailəsinə də təsir eləyir. Əgər bugünkü gündə biz adxoduqsa, bu bilavasitə prezidentin ailəsinə təsir eləyir. Və biz onun törəmələri, onun öndəmin törəmələri və onun adını hər yerdə biz şərəflə çağırırıq, şərəflə də nətər olur, biz adxod oluruq, o insan da orada yaşayır. Biz heç yaxşı günümüzdən bu ölkələrə gəlməmiş, sadəcə olaraq vətənimizdə bugünkü gündə sıxlığın olduğundan əlaqədar gəlib burada məskunlaşmışıq və bir tikə çörək pulu qazanırıq və onu da bölünə bilirik öz millətimizlə. Öz millətimizin şərəfini, adət ənənəsini taftalamırıq və heç bir millətin adət ənənəsini biz təhqir eləmirik və Azərbaycan xalqının nüfuzunu ayağa qaldırırıq. Hörmətli Mehriban Əliyeva, üzümü sizə tuturam və xahiş edirəm buna qulaq asasınız. Mən bilirəm ki, sizdən savayı da bu işin öhdəsindən heç kim gəlməyəcəkdir. O şərəfsizi ən azı Azərbaycan vətəndaşlığından mərhum eləyin, onun Azərbaycan vətəndaşlığını daşımağa layiq deyil və onun ailəsi qoy bugünkü gündə hər bir millətin öz qəlbinə, qanına təsir eləmiş və millət elə bir vəziyyətdədir ki, heç cürə inana bilmir ki, doğrudan da millət vəkiləsi olan bir şəxsiyyət doğrudan da millətinə belə bir ad verir. Mən çox da danışa bilərəm, amma özümün istəyirəm ki, çıxışımı tamamlayayım və bu 22 mindən artıq Dnepropetrovsk'da yaşayan bütün millətin adındandır və xahiş eləyirik ki, bu yaxın zamanda biz onun nəticəsini eşidək. Hörmətli bizim istəyimiz, qəlbən hamının hörmət elədiyi Mehriban Əliyeva, buna öz rəyinizi bildirin. Bütün Azərbaycanın millətinin öz nüfuzunu, hörmətini saxlamış Dnepropetrovsk'ın sakinlərinin adından sizə xahiş eləyir. Çox sağ olun, Allah səni də haram eləsin, Allah səni heç bir zaman o millətin nüfuzunu, o millətin rütbəsini daşıdığına görə sənə ölüm olsun. Ay müəllimə, sağ olun.